Kanalda əvvəlcəndə bildirdiyimiz kimi mayın sonlarında da Şərqi Avropa və Qərbi Rusiya arasında hava şəraitinin tez-tez dəyişməsi gözlənilir və həmin bu hava sisteminin bir qolunun da Qara Dəniz ərazisinə və Qafqaz regionuna doğru təcil etməsi gözlənilir. Yəni bu prosesə daha da geniş olaraq nəzər salsaq biz görək ki, artıq mayın xüsusilə də 25-26-sından sonra Qərbi Avropa ərazisində atmosfer təzyiqində kəskin artım gözlənilir. Nəticədə Qərbi Avropada, yəni həmin region üçün xarakterik olmayan ciddi və dağıdıcı bir istilik dalğasının müşahidə edilməsi ehtimalları var. Nəticədə İspaniyada, Fransada, Britaniya ərazisində və eyni zamanda Almaniyada hava temperaturunun çox illik iqlim göstəriciləri ilə müqayisədə 15-20 dərəcə artması gözlənilir. Artıq bu prosesin, yəni bu antiksiklon sisteminin sağ qolunun eyni zamanda Rusiyanın qərbindəki ekstratropik siklon sisteminin sol qolundan gətirdiyi, şimaldan gətirdiyi soyuq hava axınları isə artıq tədricən Rusiyanın qərbində eyni zamanda Qafqaz regionunda hava şəraitinin kəskin dəyişməsi səbəb olması gözlənilir. Qafqaz ərazisində mürəkkəb hidrometeoroloji proseslərin aktiv olması gözlənilir. Yəni mürəkkəb meteoroloji proseslər o deməkdir ki, Hind okean dipolunun gətirdiyi istilik dalğası, şimal qərbinin daxilində mövsüm xarakterik olmayan sərin hava axınları ilə bu istilik dalğalarının Qafqaz ərazisində bir-birlə toqquşması gözlənilir. Eyni zamanda Aralıq dənizi ərazisində də mayın artıq 26-27-sindən başlayaraq növbəti ekstratropik tipli siklon sisteminin aktiv olması gözlənilir. Yəni Azərbaycan ərazisi 3 hava kütləsinin təsiri altında olacaq. Hind okean ərazisindən daxil olan istilik dalğasının, Aralıq dənizi ərazisindən formalaşan ekstratropik tipli siklon sisteminin gətirdiyi rütubətli hava axınları, eyni zamanda Şərqi Avropada və Qərbi Rusiya arasında formalaşması gözlənilən intensiv xarakterli geniş əraziləri əhatə edən ekstratropik tipli siklon sisteminin gətirdiyi mövsüm xarakterik olmayan sərin və rütubətli hava axınlarının, yəni üçünün də birlikdə birləşərək Qafqaz ərazisinə doğru daxil olması gözlənilir. Qafqazda xüsusilə də mövsüm xarakterik olmayan sərin və bir qədər də soyuq deyilə biləcək bir hava axınları ilə isti və rütubətli hava axınlarının Qafqaz ərazisində bir-birlərinə toqquşması gözlənilir. Bu da mayın artıq sonlarına doğru, mayın son günlərində Qafqazda da hava şəraitinin tez-tez dəyişilməsinin səbəb olması gözlənilir. Ümumilikdə mayın 25, 26, 27, 28, 29, 30 və 31-də də Qafqaz arasında hava şəraitinin gün ərzində bir neçə dəfə tez-tez dəyişilməsi gözlənilir. Havanın temperaturunda rekord azalma ehtimalları zəif ehtimal olsa da hava şəraitinin tez-tez dəyişilməsi, yəni yağıntıların tez-tez artması, topa yağış buludlarının və layla yağış buludlarının bu atmosfer cəbhəsinin keçdiyi ərazilərdə ciddi inkişafa gözlənilir. Hətta supersel buludların da aktivləşməsi ehtimalları var ki, bu da o deməkdir ki, Qafqazda, yəni Azərbaycanın bir sıra rayonlarında hava şəraitinin gün ərzində bir neçə dəfə dəyişilməsi gözlənilir.